Şamaxını tutandan sonra yəni adam dərk edir ki, mən bu boyda Səbi dövlətinə qarşı qalmışam. Düzdürmü? Yəni bunun ordusu mənim ordumdan, yəni Üstənistandan daha çoxdur. Ona görə də dəstək lazımdır. Dəstəyi almaq üçün ilk növbədə Hacı Davud müraciət edir Rusiyaya. Yeri gəlmişəm, bu zaman Rusiyanın hökmdarı Pyotr. Birinci Pyotr idi. Və birinci Pyotr belə fikirləşdi, dedi ki, yox, Hacı. Yəni, sənin planınla mənim planım üstə düşmür. Mən sənə kömək edə bilmərəm. Niyə ki, Rusiya kömək eləməz? Çünki Rusiya özünün planı var ki, gələcəkdə və yaxın gələcəkdə Səbi ərazisində yürüş eləsin və Xəzəryanın və də Xəzər sahili vilayətini ələ keçsin. Və Hacı Davud da deyir ki, məhkəmə də burada hakimiyyət ələ keçsin, daxili müstəqilliyin falan da olsun. O deyir ki, düz gəlin. Daha sonra, bundan sonra Hacı Davud keçdi yenə B planına. Bunun da B planı olur ki, Osmanlıya müraciət edir. Osmanlıya müraciət etdi. Osmanlı da bu zaman hakimiyyətdə kim idi? Üçüncü Əhməd idi. Və Əhməd, demək, Rusiya Pyotr rədd cavab verir. Cavab yazılır. Cavab verir. Əhməd isə qəbul edir. Əhməd niyə qəbul edir? Çünki Əhməd bilirdi ki, Rusların Qafqazla bağlı planları var. Buna yürüş eləmək istəyirlər. Və Əhməd də Hacı Davudla, yəni Əhmədin də Qafqazla bağlı planı var idi və Hacı Davud vasitəsilə o da çalışırdı ki, Qafqaza gəlsin. Və bu da oldu və bir şans ki, Hacı Davud özü çaldı da bunu. Sabahlar heç kim Osmanlı gəlməsinə gəlsin, Hacı Davud burada, məhlə Şurağı da burada, qalıb da o mənim çağırıqdan gəlmiş. Və hətta bu Hacı Davudun mövqeyini, titulunu, nə bilim, nüfuzunu yaxşı möhkəmləndirmək üçün Əhməd dedi ki, sən elə bilir üsyançı deyirsən, sən bu boyda Şirvan xanlığını, Hətta xanlıq. Xanlığının xanısan. Yəni, dolayısıyla Osmanlı dövləti Şirvanı, Hacı Davudun tutduğu ərazini, xanlıq, Hacı Davudun özünü xan kimi tanıyır, qəbul edir. Amma Osmanlı'nın aslı edir, yəni yarım müstəqil. Yerə gəlmişkən, Azərbaycanda yaranmış ilk xanlıq, müstəqil xanlıq deməyək, yəni ilk ümumiyyətlə ilk xanlıq. Yarım müstəqil şəkildə məhz budur. Şirvan xanlığıdır, Şamaxı xanlığıdır. Amma müstəqil şəkildə, tam müstəqil, o şeydir, nədir? Şəki xanlığı 1743-cü ildə. Bir də var, 1726-cı ildə Rusiyanın himayəsi altında Quba xanlığı. Onun ikisini görəcəyik. Öyrənəməzsən. Oldu, sağ ol.